Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri. Vahlul ugdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'una. وانفعنا بما علمتنا وزدنا علما وأصلح لنا شأننا كله ولا تكلنا إلى أنفسنا طرفة عين. Əziz, qiymətli qardaşlar, hörmətli böyüklər, ağsaqqallar, dəyərli cəmaat. Aləmlərin Rəbbi olan Allaha sonsuz həmdü sənalar olsun. Onun sonuncu Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmə, onun ailəsinə, səhabələrinə, əhli beytinə, qiyamət gününədək onlara gözəl şəkildə tabi olanlara Allahın salavatı, salamı, xeyir duası, bərəkəti olsun. Həmd olsun uca Allaha, Allah Teala bizləri bu cür gözəl, xeyirli bir məclisə cəm edib toplayıb. Həqiqətən də İslam dininin şuarlarındandır əqiq qurbanı kəsmək. Alimlər, elm əhli əqiq qurbanı kəsməyi eyni ilə məscidlərdə gündə 5 vaxt azan oxumaq kimi İslam dininin şuarlarından, onu digər dinlərdən fərqləndirən əməllər arasında qeyd edirlər. Əlbəttə, əqiq qurbanın kəsmək ən birinci faydası Allah və onun Rasulü Muhammed sallallahu aleyhi və səlləmin əmrin yerinə yetirməkdir. Allah və onun Rasulü Muhammed sallallahu aleyhi və səlləmin əmrin yerinə yetirməkdir. Allah Nəbisi sallallahu aleyhi və səlləm buyurur ki, hər bir doğulan uşaq öz əqiqinə bağlıdır. Hər bir doğulan uşaq öz əqiqinə bağlıdır, ondan asılıdır. Ona görə bacaran 7-ci günündə, 7-ci gün bacarmayan 14-cü günündə, 14-cü gün bacarmayan 21-ci günündə, 21-ci günü bacarmayan nə vaxt imkanı olsa dərhal əqqi kəssin. Oğlan uşağının adından 2 qoyun, qoç, hətta keçi kəsmək icazəlidir. Qız uşağının adından 1 qoyun, qoç, hətta keçi kəsmək icazəlidir. Allah və onun Rasulü Muhammed sallallahu aleyhi və səlləmin əmrini yerinə yetirir. İkinci fayda, ailəyə xeyir, bərəkət, ruzunun gəlməyinə səbəbdir. O ailədə xeyir, bərəkət daha çox olur. Allah ruzunu artırır, bolluq, ehsan verir ora. Üçüncü fayda, övladın salih olması üçün böyük səbəblərdəndir. Övladın gələcəkdə Allaha ibadət və itaət edən övlad olması, ata-ananın sözünə qulaq asan övlad olması, vətəninə, millətinə faydalı, xeyirli, cəmiyyəti üçün övlad olmasına səbəbdir. Dördüncü fayda, Allah Teala o valideynin üzərində olan böyük bir məsuliyyəti yerinə yetirməyi o valideynə asanlaşdırır, onu müvəffəq edir. Çünki İmkanı olan hər bir valideynin üzərində vəzifədir, boynunda borcdur, əqiq qurbanın kəsmək. Hətta kəsə bilməsə, varisləri onun adından bu işi görsünlər, əgər gücləri çatırsa. Fərz edək ki, mənim atam mənim əqqimi kəsə bilməyib. Bu halda dünyasını dəyişib vəfat edib. Əgər bugün mənim imkanım varsa, qoy mən o imkanımla atamın mənim üçün kəsə bilmədiyi əqqi kəsim. Alimlər buyururlar ki, bu həm sənə olan əqqin yerinə yetirmə savabı gətirir, həm də valideynə yaxşılıq etmə savabı. Onun sorğu-sualın yüngülləşdirirsən. 5-ci fayda, həsəd kimi, gözdəymə kimi, sehir kimi, cadu kimi xəstəlikləri o övladdan uzaqlaşdırır. Alimlər öz zamanlarında görürlər ki, bir gənc hələ tez-tez xəstələnir. Narahatçılıq, sıxıntı olur. Aparırlar həkimə, həkim çarəsini tapa bilmir. Aparırlar ora, aparırlar bura, alimlərdən, elm əhlindən birinin yanına gəlir, deyir, əqiq qurbanın kəsmisinizmi? Deyir, yox. Deyir, gedin o əqiq qurbanın kəsin. Ona görə o tez-tez xəstələnir.
Ona görə o tez-tez problemlər yaşayır. Ona görə bu 5 fayda, əlbəttə bundan da faydalar var. Əqiq qurbanında cəm olub, toplanıb. Xüsusilə də bax, bu gün əqiq qurbanı ilə yanaşı burada elm məclisidir. Yəni, savab 1-ə 1000, 1-ə 10.000 daha çox artıqdır. Həm insan əqiq kəsmə savabı qazanır, həm müsəlmanları yedirdib, içirtmə savabı qazanır. Çünki əqiqin sahibi onu kəsər və paylayardı, bununla da iş bitərdi. Çünki önəmli olan o heyvanın başının kəsilməyidir. Lakin insan təkcə əqiqlə kifayətlənmir, yığır qardaşları, yedirdir, içirdir, onlara ihsan edir. Bunun savabı ayrı gəlir. Sonra elm məclisi, zikir məclisi, bunun savabı ayrı gəlir. Əlbəttə, elm məclisləri, zikir məclisləri savabını da hər birimiz bilirik ki, Allah yanında ən hörmətli məclisdir. Allah Teala orada oturanları bağışlayıb əfv edir. Allah rəhməti, əmin-amanlığı ora enir. Mələklər gəlib həmin məclisi qanadları ilə düz səmaya qədər əhatəyə alır. Allah Teala orada oturanların adların öz yanında, səma əhlinin yanında çəkir. Bu müqəddimədən sonra istəyirəm sizə çox əzəmətli bir dua və zikrin fəziləti haqqında danışam. O qədər əzəmətli, o qədər fəzilətli bir dua, zikirdir ki, bizə onu etməyi Allah Teala həm bu dünyada yerin üzərində olarkən buyurur, həm azan vaxtı o duanı, o zikri etməyi buyurur, həm səhər 3 dəfə, axşam 3 dəfə o duanı, zikri etməyi buyurur, həm də qardaşlarım, qəbrə qoyulanda ilk sorğu sual olunacağımız bu dua, zikir olacaq. Bu 3 kəlmə olacaq. Savabı isə olduqca böyükdür. Cənnətə daxil olmağa səbəbdir. Hamımız cənnət istəyib arzulayırıq. Rasul sallallahu aleyhi və səlləmin şəfayətə nail olma səbəbdir. Hamımız arzuluruq ki, Allahım bizi Muhammed sallallahu aleyhi və səlləmin şəfayətə nail et. Həm də, qardaşlarım, Allahın o şəxsə haqqıdır ki, onun üzərində ona cənnəti əbədiyyən halal eləsin. Bu 3 kəlmə Raditu billahi rabben və bil-islami dinen və bi Muhammedin sallallahu aleyhi və səlləmə nəbiyyən rasulə kəlməsidir. Mən Rəbb olaraq Allahdan razı qalıb, onu qəbul edib, ona iman gətirdim. Din olaraq İslam dinini seçdim, onu qəbul edib, müsəlman oldum. Elçi Peyğəmbər olaraq Muhammed sallallahu aleyhi və səlləmi özümə elçi Peyğəmbər götürüb, onun şəriəti ilə getdim. Bu əzəmətli 3 kəlmə. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, kim Rəbb olaraq Allahdan, din olaraq İslamdan, elçi olaraq Muhammed sallallahu aleyhi və səlləmdən razı qalıb qəbul edərsə, həmin şəxs artıq imanın, şirinliyin və ləzzətin dadmışdır. İmanın, şirinliyin, ləzzətin dadmışdır. Kim Rəbb olaraq Allahı qəbul edib ona inanıbsa, elçi olaraq Muhammed sallallahu aleyhi və səlləmə qəbul edib ona tabi olubsa, din olaraq İslam dinini seçib, onun arxasıca gedibsə artıq o adam imanın, ləzzətin və şirinliyin dadıb görmüşdür. Səhih Müslimdə gəlir bu hədis. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, kim səhər 3 dəfə və axşam 3 dəfə Raditu billahi rabben və bil-islami dinen və bi Muhammedin sallallahu aleyhi və səlləmə rasulən nəbiyyə deyərsə, mən Rəbb olaraq Allahdan razı qaldım. Din olaraq İslamdan razı qaldım. Elçi olaraq, Peyğəmbər olaraq Muhammeddən razı qaldım deyərsə, qiyamət günü həmin insandan razı qalmaq Allahın üzərinə haqq olar. Aləmlərin Rəbbi olan Allah, Əl-Cəbbər, Əl-Mütəkəbbir, Məliki Yevmiddin olan Allah öz üzərinə haqq görür ki, mən ondan razı qalım. İmam Əhməd, Allah ona rəhmət etsin, Əl-Musnəd əsərində gəlir. Allah Resulü sallallahu aleyhi və səlləm günlərin bir günü məşhur səhabə Əbu Səid Əl-Xudriyə deyir, ey Əbu Səid, kim Rəbb olaraq Allahdan, din olaraq İslamdan, Peyğəmbər olaraq Muhammeddən razı qalıb onları qəbul edərsə, ona cənnət vacib olar.
ona cənnət vacib olar. Əbu Səid Əl-Xudri bu sözlərdən o qədər təəccüblənir, deyir, ya Rasulallah, bu sözləri bir də de. Bu sözləri bir də söylə. Allah Resulü sallallahu aleyhi və səlləm bir də bu sözləri söyləyir. Kim Rəbb olaraq Allahdan, din olaraq İslamdan, Peyğəmbər olaraq Muhammed sallallahu aleyhi və səlləmdən razı qalıb qəbul edərsə, ona cənnət vacib olar. Səhih Müslimdə gəlir bu rəvayət. Allah Resulü sallallahu aleyhi və səlləm başqa hədisində buyurur, kim Rəbb olaraq Allahdan, din olaraq İslamdan, elçi olaraq Muhammed sallallahu aleyhi və səlləmdən razı qaldım, qəbul etdim deyərsə, ona cənnətə daxil olması vacib olar. Ona görə qardaşlar, yəni biz səhər 3 dəfə və axşam 3 dəfə deməklə yanaşı, bu sözləri nə qədər istəsə deyə bilərik. Günün hansı vaxtı olursa olsun. Və hər dəfə sən bunu deyəndə imanın, ləzzətin və şirinliyin dadmış olursan. Allahın üzərinə haqq olur ki, səni cənnətinə daxil etsin. Allah Resulü sallallahu aleyhi və səlləm bir başqa hədisində buyurur ki, bu hədis Şeyx Albani Səhih hədislər silsiləsində gətirir. Kim səhər 3 dəfə Raditu billahi rabben və bil İslami dinən və bi Muhammedin sallallahu aleyhi və səlləmə nəbiyyən deyərsə, mən özüm o şəxsə zaminəm. Onu cənnətə daxil edənə qədər əlindən tutub buraxmaram. Allah Resulü sallallahu aleyhi və səlləm deyir. Mən özüm o şəxsə zaminəm, onun qiyamət günü əlindən tutacam və cənnətə daxil olana qədər onun əlindən buraxmayacam buyurur. Ona görə bu kəlmələr, bu zikirlər, bu dualar olduqca vacibdir. Daima dilimizdə əzbər olmalıdır. Səhər 3 dəfə və axşam 3 dəfə bu xüsusidir, qeydlidir. Amma günün digər vaxtlarında nə qədər istəsək oxuya bilərik. Daha 2 yer var. Orada da oxumaq bu kəlmələri fəzilətlidir. Biri kim deyər, nə zamanda? Müəzzin azan oxuyub, əşhədu ən la ilahə illallah, əşhədu ənə Muhammedən Rasulullah deyəndə. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, müəzzin əşhədu ən la ilahə illallah deyəndə, siz deyin, və əşhədu ən la ilahə illallah, raditu billahi rabben, və bil İslami dinən, və bi Muhammedin sallallahu aleyhi və səlləmə rasulən. Ona mənim şəfayətim halal olar. O mənim şəfayətimə nail olar. Hər dəfə müəzzin 5 vaxt namazın 5-nin də azanında əşhədu ən la ilahə illallah deyəndə biz deyirik, əşhədu ən la ilahə illallah, raditu billahi rabben və bil İslami dinən və bi Muhammedin sallallahu aleyhi və səlləmə rasulən. Eləcə də əşhədu ənə Muhammedən Rasulullah deyəndə hər əzanda bu 2 şəhadət kəlməsi 4 dəfə təkrarlanır. Gündə 5 vaxt əzan bu eləyir 20 dəfə. Və hər sən onu söyləyəndə Peyğəmbər sallallahu aleyhi və səlləmin şəfayətdən nail olmaq sənə halal olur, haqq olur. Bu hədisdə fayda var ki, azana qulaq asmaq nə qədər üstündür. Hətta Quran oxusan belə o anda Quran-ı Kərimi dayandırırsan, oturub azana qulaq asıb zikirləri təkrar edirsən. Hətta gəlmisən məscidə, gedəsən dəstəmaz almağa. Gözlə azan oxunsun, bitsin, qutarsın, duasın elə, zikir elə, ondan sonra get, təharət işi gör və dəstəmazı al. Qardaşlarım, insan qəbrə qoyulan zaman onun yanına 2 dənə mələk gəlir. İnsan vəfat edir, ruhu bədənindən çıxır. Qalır o soyuq cəsəd. O soyuq cəsədi yaxınları, əqrabaları yuyur, kəfənləyir, gətirirlər məscidə, imam və cəmaat onun cənazə namazını qılır. Sonra o cənazənin dalıcan ailəsi, malı mülkü, bir də əməlləri gedir qəbir evinə qədər. Qoyurlar qəbrə, onu bastırırlar, sonra ailə, yaxın, qohum əqraba geri qadir. Əməllər isə qalır o insanla bərabər qəbirdə. Həmin o qəbrə qoyulma hadisəsindən sonra 2 dənə mələk gəlir. Ruhun
onun bədəninə geri qaytarırlar. Başlayır orada dirilməyə, yaşamağa. Qəbir həyatı artıq başlayır. Demək, vəfat etdiyi andan etibarən qəbirə qoyulana qədər ruhu bədənində olmur. O anda, yəni bir gün mü çəkəcək, yarım gün mü çəkəcək, onun kəfənlənməsi, yuyulması, cənazəsi, namazı, dəfni o ana qədər sadəcə bədən olur. Amma qəbrə qoyulduqdan sonra ruh bədənə qayıdır və yenidən başlayır orada insan yaşamağa. Necə ki, biz anamızın bətnində 4 ay cansız idik. Necə canlandıq? Mələk bizə ruh üfürdü, başladıq canlanmağa. Bu minvalla 50 il, 70 il yaşayırıq. Və ömrümüz qutardıqdan sonra necə ölürük? O bizə ana bətnində qoyulan ruhun bədəndən çıxmasıyla öldük. Yaxşı, ikinci həyatda necə dirillik? Qəbir həyatında. O ruh yenə bədənimizə qayıtmaqla. Ona görə insan həm cəsəd, həm də ruhdan ibarətdir. Orada 2 mələk gəlir. Onu oturtur. Əvvəla başlayırlar onu danışdırmağa. Çünki bir gün yarım bu ölü idi. Başlayırlar onu danışdırmağa. Baxın, Allahın rəhmətindəndir ki, birbaşa sual vermirlər ona. Biraz onu danışdırırlar, açılışır. Və sonra ondan soruşurlar ki, Rəbbin kimdir? Əgər o insan bu dünyada Rəbb olaraq Allahdan razı qalıbsa, Allah mən yaradanımdır, ruzu verənimdir, işlərimi idarə edəndir, hər bir mülkün sahibi odur. Ancaq Allaha ibadət edib ona heç bir şey şərik qoşmayıbsa, deyəcək Rabbi Allah, mən Rəbbim Allahdır. İkinci sual, və mə dinuk? Sənin dinin nədir? Əgər o insan bu dünyada mən müsəlmanam deyib İslam dininə tabi olubsa, İslamın o 5 vaxt vacibatın yerinə yetiribsə, halalın, haramın arxasından gedibsə, deyəcək ki, dinim İslamdır. Üçüncü sual, və mən nəbiyyuk. Əgər o insan bu dünyada Peyğəmbər sallallahu aleyhi və səlləmə tabi olubsa, onun sünnəti ilə, şəriəti ilə gedibsə, heç bir bidət sözündə, əqidəsində, mənhəcində, kəlamında gətirməyibsə, Muhammed sallallahu aleyhi və səlləmə xəbər verdiklərini təsdiqləyib, doğrulayıb, əmr etdiklərini yerinə yetirib, itaət edib, qadağan etdiyi şeylərdən çəkinib, uzaq durub, Allaha ancaq onun buyurduğu kimi ibadət edibsə, deyəcək ki, mənim Peyğəmbərim Muhammed sallallahu aleyhi və səlləmdir. Bu zaman Allah Teala onun qəbrin cənnət bağçalarından bir bağçaya çevirəcək, ona cənnətdəki yeri hər gün göstəriləcək, oranın xoş ətirli, sərin küləyindən o qəbrə əsəcək. Deyəcək ki, ya Rabbi, qiyamət olsun, mən o yerimə, o cənnətdəki yerimə gedim çatım. Amma Allah qorusun, bunları əməl eləməyən adam, Rəbb olaraq Allahı bilməyən, tanımayan, din olaraq İslamı yaşamayan, Rasul sallallahu aleyhi və səlləmə qəbul eləməyən adam ona bu suallar verilənə deyəcək ki, necə, nətər, hay? Nəsə deyirlərdi bizim ətrafımızda insanda, mən də onların dediğini deyirəm. Qardaşlar cavab verə bilməyəcək. Mirzobba adlı dəmirdən bir dəyənək ilə döyüləcək. Elə vuracaqlar onu, elə vuracaqlar ki, insandan başqa onun səsin bütün məxluqat eşidəcək. İnsandan başqa bütün məxluqat eşidəcək. Əgər insan o səsi eşitsəydi, ürəyə gedib ölərdi. Qəbir onu o qədər sıxacaq, o qədər sıxacaq, Allah qorusun, əti sümüyündən ayrılacaq. Hər gün cəhənnəmdəki yeri ona göstəriləcək. Oranın o pis ətirli, irinli, issi küləyindən onun qəbrinə əsəcək. Baxacaq o vəziyyətə, deyəcək, ya Rabbi, qiyamət olmasın, mən ora düşməyim, bununla razıyam. Ona görə, qardaşlar, bu 3 kəlmə, görürsünüz, qəbirdə də, bütün qəbir həyatımız bu 3 kəlmədən ibarət olacaq. Rəbb olaraq Allah'a qəbul edib, ona iman gətirib, ondan razı qalmaq, din olaraq İslamı seçib, onun qayda qanunlarına əməl eləmək, Peyğəmbər olaraq Muhammed s.ə.v qəbul edib, onun sünnəsi ilə gedib, bidətlər və s. heç nə gətirməmək. Allah Teala bizləri bu 3 kəlməni gözəl şəkildə əməl edib, yaşayan, inanıb, etiqad edən, həyatını tətbiq edən qullarından etsin, dilimizin əzbəri etsin, daima, hər gün səhər 3 dəfə, hər gün axşam 3 dəfə, hər azan vaxtı 2 şəhadət kəlməsindən sonra bizləri deməyə müvəffəq etsin və sairə vaxtlarımızda da bu kəlməni bizim dilimizdə əzbər etsin. Eləcə də digər fəzilətli üstün kəlmə və
duaları. Allah Teala əməli salihlərdən eləsin. Allah məclisinizi xeyirli, bərəkətli, faydalı eləsin. Həmişə əlhəmdə ölkəmizdə, vətənimizdə, şəhərimizdə belə xeyir işləri olsun. Yeyün, içəyin, toy məclisləri, əqiq məclisləri, subaylar öyrənsin. Övladı olmayanlara Allah övladlar nəsib eləsin və Allah Teala bizi bugün burada ondan razı qalıb zikr etdiyimiz kimi bütöv ömrümüzü də ondan razı qalıb onu zikr etməyə müvəffəq etsin. Son nəfəsimizdə müsəlman kimi əşhədu ən la ilahə illallah və əşhədu ənə Muhammədən abduhu və rasuluh deyib gözümüzü yumub bu dünyadan köçməyə bizləri müvəffəq edib asanlaşdırsın. Ən doğrusunu, ən gözəlin Allah bilir. Subhanəkə Allahümmə və bihamdik. Əşhədu ən la ilahə illə ənt. Əstəğfiruka və ətubu iləyik.